3 dekabr beynəlxalq əlilliyi olan şəxslər gününə həsr edilən xüsusi bir layihə gerçəkləşib. Bir səhnə Min rəng adlı bədii yaradıcılıq müsabiqə festivalı bir daha sübut etdi ki, istedadın, yaradıcılığın və rəngarəng duyğuların sərhədi yoxdur. Bir səhnə Min rəng bədii yaradıcılıq müsabiqə festivalının bugün yekun mərhələsindəyik. Müsabiqə festivalının ilk mərhələsi əlilliyi olan şəxslərin müxtəlif nominasiyalar üzrə seçim mərhələsindən baş tutmuşdur və burada müsriflər heyətinin qiymətləndirilməsi əsasında onlar yekun final mərhələsinə gəlib çatmışdır. Burada fərqli istiqamətdə əlilliyi olan şəxslər var. Həm görmə məhdudiyyətli var, həm eşitmə məhdudiyyətli var, həm Down sindromlu var. Bir çox sahələrdə əlilliyi olan şəxslər iştirak edir və biz onları birləşdirib hamısından yekun bir konsert hazırlamışıq. İnanıram ki, bu onların son çıxışları olmayacaq. Bundan sonraki bütün tədbirlərdə də onlar yüksək nailiyyətləri əldə edəcəklər. Festivalda müxtəlif yaş qruplarından olan iştirakçılar səhnəyə çıxaraq musiqi, rəqs nümunələri ilə öz bacarıqlarını nümayiş etdiriblər. Bu səhnə hər kəs üçün bərabər imkanların, özünü ifadə azadlığının və yaradıcılığın bir araya gəldiyi məkana çevrilib. İfa elədiyim mahnı Sarı gəlindir. Rəfiqəm Pərvanə Hüseynli də mənlə bərabər rəqs eləyir. Təəssüratlarım da ki, bundan ibarətdir. Yəni, hər kəsə bu səhnədə çıxış eləməyə arzu eləyirəm. Mən də bu yarışmanın qalibi olmuşam, üçüncülüklə. Mən 3-cü yerə çıxmışam, hər kəsə uğurlar arzulayıram. Bu müsabiqədə nominasiya üzrə seçilmişəm. Qiraət üzrə iştirak edirəm və yenə də qiraət üzrə çıxış edəcəm. Qiraət üzrə qoşuldum və 3-cü yerə layiq görüldüm. İndi də qiraət üzrə ulu bir sərkərdə, ulu bir öndər şeiri ilə çıxış edəcəm. Birinci mərhələdə bu müsabiqədə qiraət üzrə 2-ci yerə çıxdım. 3-cü yerə çıxdım. Mən bayaq şeylə çıxış edəcəm. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların istedadını daha geniş auditoriyaya tanıtmaq və inklüziv mədəniyyətin inkişafına töhfə verməkdir. Bir səhnə Min rəng festivalı yalnız bir müsabiqə deyil, həm də insanların bir-birini anladığı, dəstəyin, həmrəyliyin və humanizmin ifadə olunduğu bir bayram kimi yadda qalıb.